salam. Hər bizə salam dostlar. Bugün televiziya əfsanələrinin ikinci səsi ilə qarşınızdayım. Bu video sadəcə gülmək məqsədi ilə çəkilib. Birinci səsini çəkmişdim. Yaxşı izləmə gəldi. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Üzümə də işıq düşür. Keçdik videoya. Güney. Bir mənə bax görüm. Üzümə bax görüm. Kiməm mən? Hayır, Nərbala deyək hanım, Xaladin usta. Əsas odur ki, Günel buradadır. Sağ Xalideyn ustası. Öldürsün Allah məni. Mən səndən başqa kiməsə. Qaş ürəyi sıxma. Düzələn şey. Onda gedib içib niyə xalan qızına diz çöküb yalvarırdın? Niyə? Mən Hə, niyə? gedib düz Xalan çök. zənci. Başa düşdün? Başa düşəcəm hər şeyi. Estağfurullah. Düşəcəm. Aşağı öldürmək istəyirsən, tur gəl öldür. Burada bir dənə Orada sən bir idin. nəfərin yeri var, o da bəllidir. Sən idin. Səndən başqa mənim yerim. Amma mən çıxmışam bu boyda millətin içini. Bunlara bax. Bunlara bax özü deyir. Mənim üzümə baxır ki, kül sənin başına kim? Sən çıxmısan bura. Həyat yoldaşın gəlib deyir ki, belədir. Mən 10 neçə gündür, 20 neçə gündür mən bir dənə sənin Yorluğun səviyyəsi olar da. şəklinlə, paltarlarınla salmışdım paltarları otağa, o qaranlıq otağa. Allah məni öldür. Aşağı gördüm bir dənə Volkswagen TikTokda dağlarda gəzən oğlanla PK atan qız deyil. dalbadal belə gəldilər, dayandılar qabaqda. Belə baxdım, salam əleykum, əleykuməssalam. Elgiz bəy, biz demək gəlmişik Sevər xanım üçün. Belə baxdım, dedim, sağ ol Sevər. Sağ ol Sevər. Həyatımdır mənim o. Elə siz demək xoş edirəm. Hə? Valla mən bura öz boyuma görə gəlmişəm birincisi. Dedin də hamısı boyu da düzəlir, o da düzəlir, həkim də düzəldir, rolların da düzəldir. Aktrisa olmaq istəyirsən, verək səni ərə get də. Yox, ərə Pisi getmək yox, istəyirəm. yaxşısı olsa lazımlı qızın. Yox, mən öz həyatımı özüm seçmək Ay istəyirəm. qız, Başa Seç də özün İlgiz gücünlə ərə vermək istəyir kimsə. dediyinə görə biz indi Nailə xanımın özü ilə yox, onu danışdıran hansısa bir varlıqla danışacağıq. Yəni Nailə xanımın özü danışmır bizlə danışdığı zaman. Bizə çox qəribə gəldi bu hadisə və bəli. Lap elə eləmə. Eşidirsiniz məni? Eşidirsiniz məni? Mikrofonu Ya arvadı içində cin girib. Güya. Bəli, eşidirəm. İndi bizlə danışan sizsiniz, yoxsa? Xeyr, Nailə xanım deyil, mənəm danışan. Cin dedi buna. Vallahi Onlar hərəkətsiz dayanasınız. Xeyr. arxa fondakı bir dənə mahnıya qulaq asın. Bir balaca sakitləşin. Yerində dayana bilmir. Aydındır, tam özünü göstərməyin. Mənə danışın. Çox verməyin. Sevinç xanım. Biraz özünüzə gəlin, xahiş eləyirəm. Siz hərəkətli olduqca biz sizlə danışa bilmirik. Xahiş eləyirəm. Çalışın ki, hərəkətsiz olasınız. Buyurun. Nə baş verir? Nə olubdu? Niyə Nailə xanım bu vəziyyətdədir? 6 ildir bu xanıma işgəncə verirlər. Kim verir işgəncəni? Oo, cin dedi buna. 6 ildir bu xanım çəkdiyi Cin bunu hardan bilir görəsən? Heç kimə danışmırdı. Necə başladı? Niyə məhz bu xanımı seçdilər? Bu xanımı seçmişik biz. Bu xanım bizə tabe olmalıdır. Bütün həkimlər söylədi ki, bunun psixoloji durumu pozulub. Ancaq bunun psixoloji durumunda heç bir şey yoxdur. Montində 3 ilə yaxın bu müalicə olundu. Ancaq həkimlər söylədi ki, bizlik deyil, bu cindir. Cin neyi var təhsil alba. Bütün sözləri tam bilir. Hamısını maş.
Yaxşı, mən şəkil lazım deyil. Yox, yəni mən sana başa salmamışam ki, mən nə işlə işlə. görə hörmət qoysun. Mənim Sən ətrafımdakına nəyinə görə? Sən savadın yox, səviyyən yox. Sən nəyi hörmət Sən edirsən? sən kimsən? Kimsən mənim? Yəni demək istəyirəm ki, sən savadsızsan. Sən qulaq as, sən cəmiyyətə örnək ola bilmərsən. Sən pis örnəksən. Get tərk et. Gel Bayram, qayıt bura. Elçin müəllim. Gel bura. Sən üzr istəyirəm. Gəl bir dənə bir qardaş kimi sənə bir söz deyirəm. İstəyirsən doğmaların ona elə baxsın. Doğmaların belə pis çıxmasını şəxsən gəlin açıq danışaq. Heç kim maskalanmasın etirə görə. Çoxumuz bir dənə kənar ölkəyə gedən kimi Allah ki bundan betər giyinənlər var. Hey, sənin tərəfin var, özünlə götür. Dediyinə görə sağ ol qaqaş. Hər kəs. Özümə sən mənimlə özünü heç vaxt müqayisə eləyə bilmərsən. Mən sizi qəşəng tanıyıram. Televizorda necə, başqa yerdə necə olduğunuza çox gözəl bilirəm. Mənim həyatım da budur, televizorda budur, hər şeyim. Mən sizi çox gözəl tanıyıram. Sizin tanıyanları da tanıyıram. Siz ora baxdığınız kimi həyat yaşamırsınız. Bayaqdan reklamda, mən sizə deyirəm, bayaqdan xanıma patkod eləyirsiniz üstü bağlı. Estağfurullah. Patkod eləyirəm, ayıbdır sənə. Çünki sənin qəlbin elə düşünür. Onu demək istəyirəm ki, məsləhətli qız deyil, mənə uyğun deyil. Yəni ki, mənə uyğun deyil. Mən sənə danışmıram, mən elçitməmişəm. Məsləhətli qız deyil nədir? Yəni ki, o mənada demək istəyirəm ki, necə deyim, o köş mən arıq. Sevgimi el aləm hamı biləcək. Bu oğlan dostların sən üçün siləcək. Papagil rayonundan sabah gələcək. Əslində bizə də gedə bilərik. Dərdimlə bir dinə də ki iki. Dərdimlə bir dinə də ki iki. Bu saat yol olub mənim üçün səki. Dəlisən, mən sənə neyniyəcəm ki, əslində bizə də gedə bilərik. Qoyma bir gül təki solum saralım. Qoyma bir gül təki solum saralım. Məndən uzaq gəzmə, mənim maralım. Gözlə dostum gildən açarı alım. Əslində bizə də gedə bilərik. Sənə sabah xeyir olsun, xoş gəlmişsən. Biraz kefsiz gəlmişsən amma, yəqin açsan. Biraz acıdım, yedim, bir də yollar, biraz tıxaçlar vardı yolda. Sənə indi qəşəng kalbasa qızardıb gətirəcəm, səhər-səhər yeyərsən. Biz özümüz ona buna kalpasa veririk. Video xoşunuza gəldisə like atın. Belə videolar kanalımızda tez olacaq. Və kanalımıza abunə olmağı unutmayın. Tez bir zamanda 2000 abunəçi olaq. Sağ olun.